Heyvanla evlənməkdən danışmıram mən. Mənavləcə fi bəhiməti heyvanla. Uzrən və ləm yuhaddı. Ona cəza təyin edilməz. Və bihi qalə Əbu Hənifə və qovli Ömər və İbn Abbas. Deyir ki, bu Əbu Hənifə bunu deyib, bu da İbn Abbasla Ömər ibn Xəttabın sözünü gətirib deyiblər. Hansı sözdür o? İza əqdən nigahı zatəl mühərrəm. İnsan əgər əqd edir, nigah bağlaya, zaten ona haram olan şəxsinə bağlaya, kə ummuhu, bibisi kimi və uxtuhu, bacısı kimi, və kə ummuhu, anası kimi və uxtuhu, bacısı kimi və xalətihi, xalası kimi və əmmətuhu və bibisi kimi və qeyrihinnə min zatil mühərrəm, alimən bit təhrim, hansı ki bilir ki buna haramdır. Və vatiyyun fəhuvə zani və aleyhil həd və bihi qalə Şafii və Əbu Yusif və Muhammed. Bunlar deyiblər ki, Şafii ilə deyir ki, Əbu Yusif və Muhammed deyib ki, bu zina sayılır. Və qalə Əbu Hənifə la xəddəlik. Əbu Hənifə isə deyir ki, bu belə sayılmaz, ona heç cəza da tətbiq olunmaz. Məzhəb imamı deyir bunu. Məzhəb imamı. İndi bəzi məsələlər ki var ki, hədisdə gələn mətndən Şafii deyir ki, mən Maliki deyir ki, mən bu işi bu dərhal görmüşəm elə indi, eləmişəm, gəlmişəm. Onu da istəyirsinizsə, orada gələrik. Gidin, başlı salın aşağı dininizi yaşayın da, dinsizliyinizi yaşayın da, ya şiələrdən niyə baxdarırsınız? Şiənin alimini oxudum rəyim, fikrini oxudum. Bilərəkdən, bilməyərəkdən, dərhal öldürülməlidir. Siz də deyirik, get, hələ cariyə. Qardaş, hələ cariyəni ücrətə verirsə, cariyəsi var. Cariyəni ücrətə verirsə, qardaş, deyir ki, ondan aldığı pul halaldır, halal deyil, deyir, halaldır, versin cariyə, ondan qazandığı pul da halaldır. Nə edirsiniz, geçin orada otel atsın da bir dənə. Cariyələrin yıxsın oraya, satsın ticarət. Hüseyin o deyir tərzdən oxu, bir də qayd edeyim. Bir də qısa mətnindən bir şey oxu. Hüseyin o paylaşsın, biz də götürək onu paylaşaq. Qısa. Qısa denən bir də səhifəni bəyəniniz dostlar. Yaxşı. Bu bizim gördüyümüz Əl-İntisardır. Şərif-il Mürtəza. Seyyid Alimi Şərif-il Mürtəzanın kitabıdır. Əl-İntisar kitabıdır. Səhifə 287-dir. Şeyx yazır ki, Şia alimlərinin deyir ki, imamətdə, İmamiyyə məktəbində ən mən zanə bizat-ı mühərrəm, zatən mühərrəm, yəni haram olan şəxslə zina edən şəxs zərəbət unuqahı. Onun boynu vurulmalıdır, öldürülməlidir. Zatən mühərrəm nə deməkdir? İnsan xalası, bibisi, qardaşı qızı, bacısı qızı, anası, süd vermə yolu ilə qohumlu olan, bu cür şəxslərə də zatən mühərrəmdir, yəni zatı haramdır, zatən haramdır yəni. Bu cür insanlarla zina olunsa deyir nə olar? Zərəbət unuqahı. Boynu vurulmalıdır. Şeyx Tusi də gətirib bu məsələni, gətirib deyir ki, hədisdə keçən mövzudan ki danışırıq, deyir ki, burada nə olmalıdır? Yəcibu aleyhil qətl əla kulli hal. Bu halda ona vacib olur, qətli vacib olur, hər bir halda qətli vacib bu şəxsin. Zat-ı mühərrəmlə, yəni zaten ona məhrəm olan adamla zina edən şəxsin hökmü nədir? Öldürülməlidir. Bu müxəllə bil asardır. İbn Həzimin kitabıdır. Əs-Sadis Əşər, 16-cı cilddir. Səhifə 158-159-da. Gətirib ki, vəqət ixtilafən nasu fi haza. İnsanlar bunda ixtilaf ediblər. Fəqalət taifətun. Bir tayfə bir dəstə deyir ki, mən təzəvvəcə umməhu, əv imnətəhu,
ev harimetehu ev zana bi vahidetin minhunna. İnsanlar deyir ki, iki dəstəyə bölünür bu arada. Kim ki öz anası ilə, öz qızı ilə ona yaxınlaşması zina sayılan şəxslərin biri ilə belə bir iş görərsə, deyir ki, bütün bu hallarda və kulluhu zina. Bu hallarda deyir, hər bir halda zina sayılır bu. Yaxşı, illa, burasını deməyim, burası laf ayıbdır, işim yoxdur. Deyir ki, və burada deyir ki, fətva verilir indi. Kimin tərəfindən? Əbu Hənifə tərəfinin fətvasını görəcəksiniz burada. Deyir ki, fəqal, deyir ki, Fimən o kəs ki, Mələkə binti əxihi, qardaşı qızından gedir söhbət. Binti əxihi, sahib olsa ona. Mələkə, sahib olsa. Binti uxtihi, ya bacısı qızı. Ümmətihi, ya bibisi, və xalətihi, ya xalasına. Və əmrəətə əbihi, ya atasının arvadına. Nə min rıza ənhu və huvə qarifin bi təhrimihinnə və qarifin bi qirabətihinnə. Bir qərabətihinnə qohumluq yəni və bilərəkdən və təhrimihinnə, onun da haramlığın bildiyi halda süd ana, bacı, bacısından gedir söhbət, süd yolundan qohumluqdan gedir söhbət. Tümmə vətiyafunnə, sonra ondan bu cür qaydayla yaxınlıq eləsə. Kulluhunnə qalimən bimə aleyhi fizzalik, hansı ki bilir bunu. Alimən bimə aleyhi fizzalik, haqqında olan bu hökümlərdə bilir. Fə innəl vələdə, indi vələdi olsa, vələd uşaq. Lahiqən beh, ona yapışar. Yəni onun doğması sayılır, doğma oğlu sayılır, övlad sayılır. Bu halda nə düşər ona? Deyir ki, və la xəddən əleyh. Ona xəddə verilməz. Yaxşı, kimə hədd verilməz? Yəni, qalə Əbu Hənifə. Əbu Hənifə deyir ki, la xəddə əleyhi fi zalikə kulləhu. Bu halda heç bir halda ona hədd vurulmaz. Və la xəddün ələ mən təzəvvəcə umməhu. Hansı ki, deyir ki, hədd yoxdur o şəxsə ki, evlənir umməhu. Anası ilə, əlləti vələdətuhu, hansı ki onu doğub dünyaya gətirib, və ibnətəhu, və onun qızıdır, öz qızı ilə, və uxtəhu, bacısı ilə, və cəddətəhu, öz nənəsi ilə, və əmmətəhu, öz bibisi ilə, və xalətihi, öz xalası ilə, və binti əxihi, qardaşı qızı ilə, və binti uxtihi, bacısı qızı ilə, alimən bi qərabihinnə minhu, onlarla qohumluğun özdə bildiyi halda, alimən bi təhrihiminə əleyhi, haram olduğun bildiyi halda, və vətihunnə kulluhunnə, bu qayda üzrə ona yaxınlıq eləsə, fəl-vələdu lahiqən bi, yaxşı, vəl-mehru vacibun ləhunə aleyhi, mehr də verməlidir, övlad da olsa ona nisbət veriləcək, və ləysə, bu nə deyir? Hədd də deyir, buna vacib deyil. Hədd vurulmur, öz övladı sayılır. Bunların zinanın həddi var, cəza verilməlidir, deyir ki, buna hədd düşmür. Aydındır. Şiələri gətirirlər, gündə açırlar canlı bir dənə söz gətirirlər, uydurma hədis gətirirlər, şiənin ümumi etiqadını qəbul etmədiyi hədislər gətirirlər ki, hansı ki, belə bir məsələmiz də yoxdur bizim. Şeyx Tusi ilə Şeyx Seyyid Mürtəzanın fətvalarını oxudum. Bu da hədis deyil ki, deyəsən ki, sənədə zəifdir. Bu, alimin fətvasıdır, məzhəb imamının fətvasıdır. Gidin, öz işinizlə məşğul olun da, gidin. Məcbur olub bəzi şeylərdə deyə bilmirəm, adam utanır, abır edir. İndi abır eləməyəndə məcbur. Şeyx icazə versiniz açarıq. Şeyx icazə versiniz bir də mən oxuyum. Əstəğfirullah qardaş bu. Deyir ki, bu məsələni bilmirəm nətər tərcümə eləyəcəm. Gətirir Mələ Yazılı Sufiyyə Xilaf Əbdülcəlil İsa'da 80-cı səhifədə. Deyir ki, ləv ənər və zulən vəqəə ələ nəcətin və xəmələt minhu və vələdət insanən və qabura zəliqə əl-insanə və sərə imamə cəmaətin və sallə bi əl-nəsi fiyami idi əl-əshə Kəsib yiyə bilərsən, baxırda. Hə? Burada da kəsib yiyə bilərsən. فَعَلَّهُ أَنْ يُدَحُّ بِالْإِمَامِ الَّذِي صَلَّى بِهِمْ بِاعْتِبَارِ أَنَّ أُمَّهُ نَجَاةٌ فَيَصِحُّ أَنْ يَكُونَ مِنَ الْأَدَاحِي يَقُولُ هَذَا الْفَقِيهُ
Yecuzu zəlike və yüzhirim. Deyir ki, Estağfurullah Rabbi atubu ileyh. Deyir, əgər bir kişi bir qoyunla yaxınlıq edərsə, qoyun ondan bir insan dünyaya gətirərsə, sonra o insan böyüyüb imam cəmaat olarsa, yəni pişnamaz olarsa və Qurban Bayramı günü insanlara namaz qıldırsa, o cəmaat həmin imamı anasının qoyun olmasını əsas götürərək qurban kəsməsi caizdirmi? Bu bəqi bəli, caizdir. Üzr istəyirəm, özümü saxlaya bilmədim. Qoyundan olan piş namaz duracaq. Deyir ki, insan şəklində olarsa, yəni insana bənzər olarsa, əqli cəhətdən olsun, cismani cəhətdən olsun, bu piş namaz durarsa, bunu namazdan sonra kəsmək caizdirmi? Deyir, bəli, caizdir, hətta müstəhəbdir. Kesin yerinde kefeliğin özürsün. Ayda ildə bir dəfə qoyun ət alıb yürüyür. Sən onu da iyrəndirməyim biz ondan. Allaha and olsun, hələ belə bu oxuyuram, amma tərcümə eləməyəcəm. O piş namaz duranda arada bəl deyər. Tək deyil ha bu məsələdə. Bilirəm. Bu məsələdə tək deyil. Yəni elə bilər ki, bu kişi bu məsələdə tək qalıb, icmanın əleyhinə olublar. Ziddinə gediblər icmanın. Və icmı görsədin bir dənə icmanın. Və bu şeydir, Muğnidir, İbn Qudamə. Yaxşı, burada deyir ki, fəsildə və intəzəvvəcə zat-ı mühərrəm, zaten mühərrəm olan, haram olan qadınla evlənsə, zat-ı mühərrəm, yəni heç bir halda ona halal olmayan, anası, bacısı, qardaşı qızı, bacısı qızı, xalası, bibisi, nənəsi, atasının arvadı, süd yolu ilə ona məhrəm olan qadınlarla deyir, bunlar nə deyirlər? Zat-ı mühərrəm deyirlər. Fən nikahu batilin bil icma. İcma ilə onların arasında nikah baş versə batildir. Fənvətyaha, bu iş baş versə, yəni bu iş baş versə, fəaleyhil hədd, ona cəza və hədd vurulmalıdır, hədd verilməlidir. Fi qovli əksəri əhlil ilm, elm əhlinin əksəriyyətinin sözü belədir. Minhumun Həsən, bunlar biri Həsəndir, Həsən Bəsridən gedir söhbət. Və Cabir ibn Zeyd və Malik və Şafi'i və Əbu Yusuf və Muhammed və İshaq və Əbu Əyyub və İbni Əbi Xeythəmə üzr istəyən və qalə Əbu Hənifə. Əbu Hənifə isə deyir ki, və Sovri deyir ki, amma la həddəlik, ona hədd düşmür, hədd verilmir. Yəni bunlar bu işi görürsə ona hədd düşmür. İcmanın əleyhinə gedir. Yaxşı, şeyx, bunu oxuyuram amma tərcümə eləməyəcəm. Deyir ki, ləv ənə rəculən dəxələ bətnə imrəətin min əsfəl fəhəl yəcibu aleyhil quslu əm lə sual verir. Fəcəbə innəhu ləv dəxələ min rizləyhi vəcəbə aleyhil quslu və izə dəxələ min cihəti rəsihi fələ yəcibu aleyhil quslu. Tərcümə eləmirəm. Bunu tərcümə eləməyəcəm. Bu məsələ budur ki, biz bunu heç vaxt oxumuram belə şeyləri. Amma Şiənin etiqadına birisi nə görürlər bizə, şiələrə. Deyirlər ki, bunlar qeyri-etik yaşayan insanlardır. Şiələr əxlaqsızdır. Şiələr bu şeyləri belə görür. Ona görə mən Seyyid Mürtəzadan, Şeyx Mürtəzadan bir də Şeyx Tusidən oxudum ki, o şiə etiqadı bu deyil. Əksinə sizin imamınızın etiqadı budur. Yaxşı, bunu başa salmaq üçün deyirik bunu. Burada bizim belə söhbətlə danışmağa da halımız yoxdur. Yəni heç bunu görürsünüz ki, danışmırıq da biz. Demirik da. Belə bir şey də həyat olmaz ha. Amma deyir ki, əgər ki, belə bir şey olarsa. Mənim ikinci oxuduğum şeyim... O alim sözüdür. O alim sözüdür. Fikir çatır sizə. Buyur. O şəxsin sözüdür. Bax, fikir ver. Bir də molla sözüdür. Düzə düz, əyriyə əyri. Fəinnə rəculan. Əgər hər hansı bir kişi vatiyə, umnuhu. Bax,
Belə adam elə şeylər görür ki, deyirsən ki, deməyim də, ayıbdır. Ayıbdır. Amma görürsən ki, tələbələri oxuyur, tələbələri istehza edir. Adam istəyir ki, başa salsın. Əl-Habil Kabir. Fələf ənnə rəculan. Əgər ki, bir dənə kişi, vətyə ummuhu, anası ilə, bi əqdin əv qeyri əqdin, istər nikah oxuduğu halda, istər nikah oxumamış halda olsun. Haddən haddət zina. Bu haddın bu nə həddindədir? Zina həddindədir. Yəni buna hədd vurulmadı. Zinakara nə etmək lazımdır? Eyni cəza tətbiq olunacaq. Və qalə Əbu Hənifə la hədd əleyh. Əbu Hənifə isə deyir ki, ona hədd düşmür, cəza düşmür ona. Niyə görə? Və cəalə ləqdü şübhə. Deyir ki, çünki burada bu nə hökmünə düşür? Şübhə hökmünə düşür. Niyə görə? Deyir, əqd paça çıxardır. Nikah oxuyubsa onu paça çıxardır. Şübhəli əqd olur bu. Fikir versən, sən müqayisəyə bax, qiyasa bax, nikah oxunubsa artıq bu şübhəli nikah olur. Şübhəli nikaha isə hədd vurulmaz. Artican deyir ki, fələv ənnə rəculən vətiyə bintuhu bi əqdin, öz qızı ilə də olsun, əv qeyri əqdin, istər əqdsiz olsun, həddün, ona hədd vurulmalıdır. Görsən, icmanın əleyhinə gedib. Bu gelib ona demirlər ki, bizim məzhəb imamımız belə fətva verir, başımızı salaq aşağı işimizi görür. Cəmaatın etiqadına dil uzatmıyor. Bizdə biabırçılıqdır. Bizim heç bir alim elə bir fətva verməyik. Bizdə heç bir hədis gətirmir, görürsünüz? Fətva ilə danışırıq. Demin başqa yerə ilə davam eləsələr, bunlar girişdir, jurnaldır. Görsədilir ki, bundan betərləri var. Başqa şeylər, ağır şeylər